La ilahə illallah zikrinin fəzilətinə dəlalət edən bir çox peyğəmbər hədisləri var. Bunların ən əzəmətlilərindən Əbu Hüreyrə radiyallahu anhu Allah Rəsuluna sual verir ki, qiyamət günü sənin şəfaət etməyinlə insanların ən xoşbəxti kim olacaq? Allah Rəsulu deyir ki, elə bilirdim ki, bu barədə ən ilk sən mənə sual verəcəksən. Çünki səndə hədisə hərislik görürəm. İnsanların mənim qiyamət günü mənim şəfaətimlə ən xoşbəxti qəlbi ilə ixlaslı halda La ilahə illallah deyən kəsdir. Dili ilə deyir, qəlbi ilə ixlaslı halda. Buxarı rəvayət edir. Yenə Buxarı və Müslimdə Ubədə bin Samidin hədisində Allah Rəsulu deyir ki, kim La ilahə illallaha, onun tək olmasına, heç bir şərikinin olmamasına, Muhammedin Allahın qulu və rəsulu olmasına, İsa'nın da Allahın qulu və rəsulu olmasına şahidlik edərsə və İsa'nın Allahdan Məryəmə atılan bir kəlmə ilə, yəni ol kəlməsi ilə yaranmasına, cənnətin də haqq olmasına, cəhənnəmin də haqq olmasına kim şahidlik verərsə, hansı əməl üzərə olur olsun, Allah o kəsi cənnətə daxil edər. Ənəsin hədisində Allah Rəsulu deyir ki, kim la ilahə illallah Muhammedun Rasulullaha sidq qəlblə şahidlik verərsə, Allah o kəsi cəhənnəm oduna haram edər. O kəsə cəhənnəm odu toxunmaz. Cəbirin hədisində İbn Məcə və Nəsəinin rəvayət elədiyi Allah Rəsulu deyir ki, zikirlərin içərisində ən fəzilətlisi La ilahə illallahdır. Başqa bir Əbu Hüreyrənin hədisində Həsən isnadla Allah Rəsulu deyir ki, La ilahə illallah şəhadətini, bunun zikri çoxaldın, ölüm sizinlə o zikrin arasına girməmişdən öncə. Abdullah ibn Amr ibn Asın hədisində Allah Rəsulu deyir ki, qiyamət günü ümmətimdən bir kişi insanların başı üzərindən qaldırılaraq gətiriləcək və onun göz görən məsafə boyda 99 sayda günah kitabları açılacaq. Və Allah deyəcəkdir ki, nəyisə inkar edirsənmi bu günahlardan? Deyəcəkdir ki, yox. Mələklərindən kimsə sənə zülm edibmi? Yox, ya Rabbi. Nəsə bir üzrün varmı? Yox, ya Rabbi. Allah deyəcəkdir ki, sənin bir dənə yaxşı əməlin var. Və bu gün sənə heç bir zülm olunmayacaq. Və bir kağız parçası çıxarılır, orada yazılıb ki, Əşhədü ən la ilahə illallah və əşhədü ənə Muhammedən abduhu və rasuluhu. Allah deyəcək, tərəzi gəlsin. Tərəzini gətirirlər və insan deyəcək, ya Rəbbi, bu 99 göz görən, eni uzunu göz görən məsafə boyda günah dəftərinin, kitablarının yanında balaca kağız parçası neyə niyəcək ki? Allah deyəcək ki, sənə heç bir zülm olunmayacaq. Və o 99 günah dəftəri tərəzinin bir gözünə qoyulacaq, o kağız parçası tərəzinin digər gözünə qoyulacaq və o kağız parçası 99 əməl dəftərini göyə sovuracaq. Allah Rəsulu burada deyir ki, Allahın adının yanında heç bir şey ağır gələ bilməz.